Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və l-aqibətu lil-muttaqin və la udvana illa alal-zalimin. Və usalli və usallim alal məbuusi rahmeten lil-alemin. Nəbiyyina Muhammedin və ala alihi və sahbihi və men təbə'u bi sünnetihi ilə yevmiddin. Rabbi şrah li sadri və yessir li emri və hlul uqdeten min lisani yefqahu qavli. Allahumma allimna bima yanfa'na və anfa'na bima 'allamtana və zidna ilmen. Amma ba'd. İnşallah bugünkü dərsimizin mövzusu fitnənin əsərləri və aqibəti barəsindədir. Həqiqətən, bu elə bir mövzudur ki, fitnənin əsərlərini, aqibətlərini bilmək, bunu təkrar danışmağa ehtiyacımız var, ehtiyat babından. Çünki bir şeyin əsərini, aqibətini bilmək, onun ziyanlarını bilmək, insana həmin şeydən qorunmağı, həmin şeydən çəkinməyə gətirib çıxardır. Necə ki, deyilib ki, keyfə yəttəqi məllə yədri mə yəttəqi. Yəni, çəkinəcəyi, qorxacağı şeyi bilməyən şəxs necə qorxa bilər, necə çəkinə bilər? Yəni, qorunacağı şeyi bilməyən necə qoruna bilər? O şəxs ki, fitnələri bilmir, fitnənin əsərini, aqibətini, onun pis axırını bilmir, ola bilsin ki, bu insan həmin fitnəyə daxil olsun. Fitnələr düşsün və həyatına ziyan versin. Və ondan sonra da peşmançılıq çəksin. Ona görə də fitnənin əsərlərini bilmək, aqibətini bilmək qula böyük bir fayda verir. Çünki bir şeyin aqibətini, onun gətirdiyi nəticələri öyrənmək qulu həmin şeydən, necə ki dedik, qorumağa gətirib çıxardır. İnsan bir şeyə etməmişdən qabaq, bir şeyə başlamamışdan qabaq birinci baxır onun aqibətinə, onun nəticəsinə. Ona görə də İmam Əhməd rahiməllahın sirasında gəlir ki, Bağdad alimlərindən bir qismi İmam Əhməd rahimallahın yanına gəlirlər, evinə. Və başlayırlar ona yaşadıqları hal barəsində danışmağa və əmr sahibinin nə etdikləri barəsində danışmağa başlayırlar. Quran məxluqdur deməsi və bəzi şeylər, hansı ki, insanlara məcbur etmişdir. Necə ki, İmam Əhmədin vaxtında xəlifə deyirdi ki, Quran məxluqdur. Sələflərə görə Quran məxluq demək küfürdür. Bunu deyirdi, insanları ona dəvət edirdi, küfrə dəvət edirdi, küfrü edirdi. Küfrə dəvət edirdi və küfrünü qəbul etməyənlərdə əziyyət verirdi, həbs edirdi, öldürtdirirdi. Və gəlirlər İmam Əhmədə şikayət edirlər. Və İmam Əhməddən icazə alırdılar ki, itaətdən əlini götürsün. Artıq itaətdən əlini çəksin və İmam Əhmədə ərz edirdilər ki, xəlifəyə qarşı çıxsınlar. Deyirdilər ki, belə etdi, elə etdi. Başlayırlar sultanın, xəlifənin pis işlərini ona danışmağa. Və İmam Əhməd rahiməllah bir neçə vaxt onlarla münazirə etdi, münaqişə edir, hədislərlə, əsərlərlə, onlara dəlillər gətirir, əsərlər gətirir və bəyan edir ki, bu iş çox təhlükəli işdir. Onların tutduğu bu yol çox təhlükəli yoldur. Və dediyi sözlərdən də biri o olur ki, hansı ki, bu mövzumuzun əsas mühüm, yəni bizim aid olan yeridir, buyurur ki, Aleykum bin nəkirəti bi qulubikum. Qəlblərinizlə inkar edin. Qəlblərinizlə inkar edin. Və lə təxləu yədən min tə'ə. Və əlinizi itaətdən çəkməyin. Müsəlmanların birliyini parçalamayın. Öz və özünüzlə birgə müsəlmanların qanını axıtmayın. Öz bu işinizin aqibətinə baxırın. Nəticəsinə fikir verin. Səbr edin. O vaxta qədər səbr edin ki, hətta salih insan rahatlıq tapsın və yaxud günahkardan rahatlıq tapılsın. Və bu rahimullah İmam Əhl-i-Sünnə və cəmaatın imamının dəvəti idi. Fitnələrin əsərinə, aqibətinə, nəticəsinə baxdı və ona görə də belə danışdı. Və onlara
nəsiyyət edir İmam Əhməd. Sonra onlar İmam Əhmədin evindən çıxırlar və İmam Əhmədin sözünə heç fikir də vermirlər. Və öz rəylərini də israr edirlər. Və bu öz yollarına da İmam Əhmədin qardaşı oğlunu dəvət edirlər. Və atası qadağan edir oğluna. Və deyir ki, onlarla yoldaşlıq etməkdən çəkin. Çünki İmam Əhməd onları yalnız şərdən çəkindirib. Və o da fikir vermir. Atasının nəsiyyətini qəbul etmir. Sonra axırı, qissələrin axırı, hekayələrin axırı necə olur? Aqibəti nə olur? Sultana qarşı çıxırlar və aqibətləri də olur ki, İmam Əhmədin çəkindirdiyi şeyə düşürlər. Onlardan öldürülənlər öldürülür, həbs olunanlar həbs olunur və heç bir şeydə islah eləmirlər. Heç bir şeydə islah eləmirlər. Yəni, həqiqətən baxın, yəni bir şeyin aqibətini, nəticəsini bilmək, həmin şeydə qulun tələsməməyinə gətirib çıxardır. Ona görə də Abdullah bin Məsuddan radiyallahu anh da rəvayət olunub ki, elə şeylər olacaq ki, qarışıq olacaq. Haqla batil aydın olmayacaq. O zaman siz deyir, tələsməyin. O zaman tələsməyin. Yavaş olun. Sənin xeyirdə kiməsə tabi olman, şərdə başçı olmağından daha xeyirdir. Abdullah bin Məsud radiyallahu anh buyurur ki, sənin xeyirdə kiməsə tabi olman, kiminsə arxasınca getmən, axırda olman, sənin şərdə baş olmağından daha xeyirdir. Ona görə də radiyallahu anhu tələsməməyi tövsiyə edir. Və eləcə də Əli radiyallahu anhu necə ki, İmam Buxar rahimullah Ədəb-ül Mufrad kitabında Əli radiyallahu-dan rəvayət edir ki, Əli radiyallahu buyurur ki, Lə təkunu ucülən məzəyi buzuran. 3 şeylə vəsiyyət edir Əli radiyallahu anhu. Birincisi deyir ki, Lə təkunu ucülən. Tələsməkdən çəkindirir, deyir, tələsməyin. Yəni, insan da bir şeydə tələsməli deyil. Hər şeyin aqibətinə baxmalıdır. Sonra aqibətini, nəticəsinə fikir verməkdən sonra yavaş-yavaş həmin işə başlayır. Və buyurur ki, məzəyə, yəni fitnə yayanlardan olmayın. Və bunu da Əli radiyallahu insanları çəkindirir. O zaman ki, fitnələr alovlanır. Fitnənin ateşi yanır. Yəni, insan gərək fitnəni alovlamağa çalışmasın. Fitnə fəsadı yaymağa çalışmasın. Öz sözü ilə, öz dili ilə. Fitnə yayan olmalı deyil. Şəri yayan olmalı deyil. Və üçüncü də deyir ki, buzuran. Yəni, əkənlərdən olmayın. Fitnəni insanların qəlbini əkənlərdən olmayın. Və necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ümməti fitnələrdən çəkindirib. Və Peyğəmbər s.ə.v bizə bəyan edib ki, fitnələr olacaq və fitnələrə səy etməkdən çəkindirib. Peyğəmbər s.ə.v buyurur ki, Sətəkunu fitənun əl-qaidu fiyhə xeyrun minəl-məşi. Elə fitnələr olacaq. Orada deyir, oturan fitnədə gəzəndən daha xeyirlidir. Vəl-məşi xeyrun minəs-sə'i. Və fitnədə gəzən səy edəndən daha xeyirlidir. Yəni, insan nə qədər fitnədə alıflandırmaqdan, fitnəni dəbətməkdən uzaq olarsa, bir o qədər onun üçün xeyirli və daha gözəl olar. Əslində, insan fitnələrdən uzaq olmalıdır və Allah subhanət haladan istəməlidir ki, onu və müsəlmanları fitnələrin şərindən qorusun. Zeyd bin Səbit radiyallahu anhudan varid olub ki, Səhih Müslimdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Təavvəzu billahi minəl fitən mə zahərə minhə və mə bətən. Fitnələrdən, yəni açıq və gizli fitnələrdən Allah subhanət halaya sığının. Və sahabələr də buyurur ki, Nəuzu billahi minəl fitən mə zahərə minhə və mə bətən. Deyirlər ki, biz açıq və gizli fitnələrdən Allah subhanət halaya sığınırıq. Yəni, fitnələrdən
sığınılır. Fitnədən qaçmalısan. Allah Subhanahu taala'dan istəyirsən ki, Allah Subhanahu taala səni fitnədən qorusun. Və eləcə də müsəlmanları fitnədən qorusun. Fitnələrin aqibətindən, təhlükəsindən, ziyanından. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir. Deyir, təavvəzu billahi minəl fitən. Yəni, Allaha fitnələrdən Allaha sığının. Və sahabələr də Peyğəmbər sallallahu aleyhi və səlləmin bu əmrini qəbul edərək buyururlar ki, nəuzu billahi minəl fitən. Biz fitnələrdən Allaha sığınırıq. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olan dualarda neçə varid olub ki, fitnələrdən Allah subhanahu ta'ala sığınmaq, fitnənin azğınlıqlarından Allah subhanahu ta'ala sığınmaq. Və buna da müsəlmana lazımdır ki, bu şeylərə fikir versin. Mühafizə eləsin bunun üzərində ki, Allah subhanahu ta'adan istəsin, Allah subhanahu ta'ala sığınsın ki, Allah ta'ala onu fitnələrdən qorusun. Ona görə də yəni, fitnənin əsərlərini, aqibətlərini bilmək babı müsəlman üçün çox mühümdür. Çünki insanı elə bir ki, bir qoruma verir. Necə ki, deyilir ki, əs-səidu mənəttəədə bi qeyrihi. Yəni, xoşbəxt o insandır ki, başqasından ibrət götürsün. Başqasından ibrət götürsün. Baxır, fikirləşir, düşünür, elm əhlindən soruşur, zikr əhlindən soruşur, fitnəyə girməmişdən qabaq, fitnədə baş olmamışdan qabaq. Ola bilsin ki, insan həmin fitnədə şər qapısını açan olsun. Başqalarına atsın şər qapısına. Ona görə də Sünən İbn Məncədə gələn hədisdə, eləcə də İbn Əbi Asimin sünnəsində gələn hədisdə Ənəs bin Məlik radiyallahu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İnnə minən nəsi nəsən məfatihə lil xeyri və məqaliqə lişşər. İnsanlardan elə insanlar var ki, xeyrin açarlarıdır, şərin qıfıllarıdır. Və innə minən nəsi nəsən məfatihə lişşərri məqaliqə lil xeyr. Və insanlardan da elə insanlar var ki, şərin açarlarıdır və xeyrin qıfıllarıdır. Fətubə limən cəaləllahu miftəhəl xeyr alə yedihi. Xoş olsun o şəxsin halına ki, Allah Taala xeyir açarlarını onun əlində edib. Və vaylun limən cəaləllahu miftəhəş-şərri alə yedihi. Vay olsun o şəxsin halına ki, Allah Taala şərin açarlarını onun əlində edib. Buna görə də müsəlmana vacibdir ki, özünə yazığı gəlsin. Özünə yazığı gəlsin ki, şər qapısının açarları olmasın. Şərdə başçı olmasın. Şərə dəvət edənlərdən olmasın. Həm özünü, həm də başqalarının aqibəti xoş olmayan, pis olan bir şeyə salmasın. Nə bu dünyasında, nə də ahirətində. Ona görə də qardaşlar, yəni fitnələrin aqibətləri çoxdur. Lakin bəzi mühüm aqibətlər var ki, İnşallah Allahın izni ilə onları zikr edəcəyik. İstəyir ki, Allah subhanahu ta'ala bizi eşitli faydalarından etsin. Fitnənin aqibətlərindən biri odur ki, qulu Allaha ibadətdən və itaətdən yayındırır. Yəni, qul Allah subhanahu ta'ala nəydən ötürü yaradıb? Allaha ibadət eləməkdən ötürü, itaət eləməkdən ötürü. Ən birinci aqibətlərindən, pis aqibətindən odur ki, fitnəyə düşən Allaha ibadətdən yayınır, ibadəti gerçəkləşdirməkdən yayınır, Allahı zikr etməkdən yayınır, həyatı, günləri, vaxtları filan kəs belə dedi, filan kəs belə dedi, filan kəs elə dedi, filan kəs budur, odur, ancaq fitnə yayıb, fitnəni
alovlamaqla keçir. Və qəlbi də mütməyin olmur heç vaxt. Qəlbi də mütməyin olmur. Qəlbi sıxıcı olur. Mütməyin olmur. Allah Subhanahu taala zikr etmir mütməyin olaraq. Və fikri, zikri həmişə məşğul olur. Allah Subhanahu taalanın ibadətindən yönəlib. Hansı ki Allah Subhanahu taala insanı yaradıb ki ona ibadət etsin və ona ibadəti gerçəkləşdirsin. Ona görə də səhihdə Peyğəmbər sallallahu aleyhi və səlləm varid olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ibadətun fil harc kəhicratin iləyyə. Yəni, fitnələr zamanı olan ibadət mənə olunan hicrət kimidir. O vaxt ki, insanlar fitnəyə qarşı başları bir-birinin dalıca danışır, bir-biri ilə döyüşür və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu vaxt kim ki Allah subhanahu taalanın ibadəti ilə məşğuldur, həmin insan mənə hicrət eləmiş kimidir. Və eləcə də insana lazımdır ki, fitnə vaxtı Allah subhanahu taala tərəf yönəlsin. Allah subhanahu taalanın ibadətinə yönəlsin və fitnələrdən çəkinsin. Hətta saadətlə, rahatlığa, mütməinlik tapsın və bununla qurtulsun. Neysə, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmlə varid olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ki, İnnəs-səidə ləmən cunnibəl fitən. Peyğəmbər sallallahu aleyhi və səlləm 3 dəfə təkrar edir. Deyir, xoşbəxt o şəxsdir ki, o fitnələrdən çəkindirilsin. Xoşbəxt o şəxsdir ki, o fitnələrdən çəkindirilsin. Xoşbəxt o şəxsdir ki, o fitnələrdən çəkindirilib. Həqiqətən xoşbəxtlik fitnələrdən çəkinməkdədir. İbadətlə, zikirlə, Allaha itaatlə məşğul olmaqdadır. Allah subhanahu taala ibadətlərlə, zikirlərlə yaxınlaşmaqdadır. Necə ki, səhihdə Ümmü Sələmədən radiyallahu anhudan varid olub ki, buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gecə qorxaraq ayıldı. Və deyir ki, Subhanallah, məzə ənzəlallahu minəl xəzain və məzə ənzəlallahu minəl fitən. Deyir ki, Subhanallah. Peyğəmbər sallallahu aleyhi və səlləm gecə qorxaraq oyanıb deyir ki, Subhanallah, Allah bu gecə neçə xəzinələr və neçə fitnələr nazil etmişdir. Və sonra buyurur ki, otaq sahiblərini, yəni yoldaşlarını kim oyadar ki, onlar namaz qılsınlar deyə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm fitnələr zamanı nəyə yönətdi? Namaz qılmağa yönətdi. Allaha ibadətə, Allaha yaxınlaşmağa yönətdi. Dedi ki, kim otaq sahiblərini durğuzar ki, onlar namaz qılsınlar. Ola bilsin ki, deyir, dünyada paltarlı, qiyamət günü paltarsız olar. Beləcə də bu mənaya Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bədiru bil əməli fitənən kəqitə'l leylil muzlim. Bir gecə parsası kimi, zülmətli gecə parsası kimi olan fitnələrdən qabaq əməllər etməyə tələsin. Peyğəmbər sallallahu aleyhi və səlləm fitnələrdən qabaq salih əməllər işlətməyə yönəldir insanlara. İnsanlar fitnələr zamanı Allah subhanahu ta'ala ibadətə yönəlməlidirlər. Namaza, zikrə, duaya, Quran oxumağa. Ona görə deyir ki, fitnələrdən qabaq nə edin? Əməllər etməyə tələsin. O zamanlar ki, fitnələr baş verir. İnsanlar artıq ibadət etməkdən məşğul olurlar. Həmin fitnəyə qoşulurlar, ibadətdən məşğul olurlar. Yalnız az insanlar, hansı ki Allah subhanahu ta'ala artıq onları müvəffəq eləyib, onlara kömək eləyib, onları fitnələrə düşməkdən qoruyub, o şəxslərdən başqa. Necə ki, tabinlərin vaxtında fitnə baş verəndə Həsən el-Bəsri rahimullah buyurur ki, yəni Həsən el-Bəsri fitnələrdən çəkinən idi. Yəni tabinlərin zamanındakı baş verən fitnədən çəkinmişdi və deyir ki, ey insanlar,
Allaha and olsun ki, Allah Taala Həccacı sizin üzərinizdə, sizin günahlarınıza cəza olaraq göndərib. Allaha and olsun ki, Allah Həccacı sizin üzərinizə uqubət olaraq, yəni günahlarınızın cəzası olaraq göndərib. Ona görə də Allahın cəzasını öz qılınclarınızla dəf etməyin. Allahın cəzasına qılınclarınızla qarşı gəlməyin. Təmkinli olun. Sükunətli olun və Allaha yalvarın. Çünki Allah Teala buyurur ki: وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ. Allah Subhanahu Teala buyurur ki, biz həqiqətən onları əzabla yaxaladıq. Lakin onlar yenə öz Rəbbinə itaat etmədilər, yalvarıb yaxarmadılar. Yəni bu Allah Subhanahu Teala'dan bir bəladır. Günahlarınıza görə Allah Subhanahu Teala Həccacı sizin üzərinizə göndərib. Ona görə də Allahın cəzasını, Allahın bəlasını qılınclarınızla qaytarmayın. Tövbə edin. Allah Subhanahu Teala'ya yalvarın. Allah Subhanahu Teala'ya dönün. Vacibdir ki, Allah Subhanahu Teala'ya itaat edin. Ona yalvarın. Zikr eləyin, namaz qılın. Özünüzü və öz evinizi düzəldin birinci. Ən birinci özünüzü və öz evinizi düzəldin. Beləcə də Əbu Hüreyrədən bu mənada əsər varid olub ki, buyurur ki, radiyallahu anhu, təkunu fitnətun la yunci minhə illə duaun kə duail qariq. Elə fitnə olacaq ki, o fitnədən yalnız boğulanın duası kimi dua qurtaracaq. Boğulan insanın etdiyi kimi olan dua qurtarır. Həmmimiz bilirik ki, boğulan insan necə qışqırır, necə çağırır, necə köməyə çağırır, necə yalvarır. Və eləcə də fitnə vaxtı gərək insan Allah Subhanahu Taala'ya yönələ. Allah Subhanahu Taala sadiq ola. Allah Subhanahu Taala'dan istəyə ki, Allah Subhanahu Taala onu qorusun fitnələrə düşməkdən. Dahi özünü fitnəyə atmaq yox. Və fitnənin əsərlərindən, aqibətlərindən də biri odur ki, insanları elm məclisindən yayındırır. Fitnə insanları elm məclisindən, alimlərlə oturub durmaqdan, əhkamları, dini öyrənməkdən yayındırır. Qəlbi məşğuldur. Fitnə odu qəlbində yanır. Qəlbin odlayıb fitnə. Elm tələb etməkdə rahatlıq tapmır. Alimlərlə oturub durmağa yönəlmir. Hamısından üz döndürür. Və bundan daha şiddətlisi gətirib alimlərə tən etməyə, onları təhqir etməyə, onların qədrini, qiymətini bilməməyə və onların şərəflərinə toxunmağa gətirib çıxardır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm varid olub ki, leysə min ümməti mən ləm yərhəm səğirənə və yuvaqqir kəbirənə və yərif li aliminə haqqahu. Kiçiyimizə rəhm etməyən, böyümüzə hörmət etməyən və alimimizin haqqını bilməyən mənim ümmətimdən deyil. Ona görə də fitnə zamanı insanların çoxu görsən ki, alimləri naqisləşdirir. Onları təhqir eləyir. Onlara tən eləyirlər. Onların məkanlarını alçaldırlar. Pis-pis vəsflərlə vəsf eləyirlər. Bunların hamısı fitnənin əsəri aqibətidir. Və bu barədə varid olan xəbərlərdən də, tarixdə varid olan xəbərlərdən biri də odur ki, Abdurrahman bin Əşəsin fitnəsi zamanı, o zaman ki, Həccəcə qarşı və xəlifəyə qarşı çıxmağı çağırmışdı Hicrətin 82-ci ilində Abdurrahman bin Əşəz. Bu fitnəyə yəni qarilər və insanlardan çoxu artıq girmişdi, daxil olmuşdu. Bu fitnə zamanı insanlardan bir neçəsi Həsən el-Bəsrinin yanına girirlər. Və bildiyimiz kimi də Həsən el-Bəsri rahimullah böyük elm əhlindəndir. İslam fəqihlərindəndir, fəqihlərin böyüklərindəndir.
Və dedilər ki, tağut barəsində nə deyirsən? Bu tağut barədə nə deyirsən? Yəni Həccəc barədə. Hansı ki, haram qan axıdır, halam mar götürüb, namazı tərk edir, belə eləyir, elə eləyir. O başlayırlar Həccəcin feillərini saymağa. Və Həsən Bəs Rahimullah buyurur ki, ərə əllə tuqatilu, mən o rəy deyəm ki, ondan döyüşməyəsiniz. Əgər Həccəc sizə Allah tərəfindən gəlmiş bir cəzadırsa, bəladırsa, siz deyir, Allahın bəlasını öz qılınclarınızla qaytara bilməyəsiniz. Və əgər Allah Subhanahu Taala tərəfindən bir imtihandırsa, Allah Taala hökm verənə qədər səbr edin. Bu həqiqətən hökm verənlərin ən xeyrisidir. Nə inirlər? Həsən Bəsrin yanından çıxırlar, deyirlər ki, bu uzunqulağa tabi olaq. Görün. Yəni, o zaman ki, fitnə onların qəlblərində artıq alovlanmışdır. Alim bir söz deyəndə, hansı ki, onların hava istəklərinə uyğun gəlmir, onların əqidəsinə düz gəlmir, başlayırlar ona tən eləməyə. Yəni, bildiyiniz kimi, bu tənlərin həddi hüdudu yoxdur. İstəyir keçmişdə olsun, istəyir indiki zamanda olsun. Ola bilsin, desinlər ki, yaltaqdır, işçidir, sultanın alimidir, onlara yaltaqlanır və cürbəcür ləqəblərlə asır, ləqəblər deyirlər. O görürlər ki, yəni alim bunların dediyini demir. Deyirlər ki, filan alim yalandan istifadə edirlər, elə ki, alim deyir ki, yox, getmək olmaz. Getmək olmaz. Şeyx Salih Fovzan Hafizahullah deyəndə ki, Suriyə getmək olmaz, çıxdılar, dedilər ki, saray təlxəyi, köstəbək, güya bunlar alimlərin dalıca gedirlər. Baxın, həm keçmişdə nə demişdilər Həsən Bəsriyə uzun qulaq, indi nə deyirlər? Eyni şeydir. Və bu da ən təhlükəli şeydir, alimlərə tən eləmək, alimlərin şərəfinə toxunmaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, alimimizin haqqını bilməyən bizdən deyir, mənim ümmətimdən deyir. Əgər Peyğəmbər sallallahu aleyhi və sələmin hədisində gəlibsə, bizdən deyil, mənim ümmətimdən deyil, bu o deməkdir ki, bu böyük günahlardandır. Ancaq tövbə ilə bağışlanır. Sonra o şəxslər ki, Həsən radiyallahu anhuya bu sözü demişdilər, sözünə də qulaq asmadılar. Nəsihətinə qulaq asmadılar. İbn-i Əşəslə çıxdılar birlikdə Həccəcə qarşı və hamısı da qətl olundu. Hamısı qətl olundu. Heç bir xeyrə nail olmadılar. Və eləcə də alimlərin nəsihətindən heç bir şey qəbul etmədilər. Niyə görə? Çünki elm əhli onların gözündə artıq heç nə idi. Heç nə oldu. Sözlərindən heç bir vəzni çəkisi qalmadı. Eləcə də fitnənin nəticələrindən, əsərlərindən biri odur ki, fitnə zamanı səfehlər başda gedir. Səfehlər önə çıxır. O şəxslər ki, elmləri yoxdur. Allahın dinində fikirləri yoxdur. Yalnız hamasla, emosiya ilə irəli çıxırlar. Fiksiz Allahın dinində. Elmi yoxdur, fikri yoxdur. Və həmişə də tələsirlər, təmkinli deyirlər. Görsən, əhkamları verir. Filan kəs kafirdir, filan kəs tağutdur, filan kəsə qarşı çıxmaq olar. Və elə fitva işinə qarışırlar. Fitvaya girirlər. Və başqalarına fitva verirlər. Əslində baxırsan ki, nə elmləri var, nə də yumuşaqlıqları və nə də ki, təmkinləri. 2 dənə kitab oxuyur, ərəb dilini oxuyur, sonra
keçir 2 dənə kitab oxuyur, olur alim. Başlayır fətva verməyə. Lakin nədir bunları, yəni onları buna götürən? Yalnız emosiyalar, elm yox. Emosiyaları ilə. Ona görə Şeyxülislam Rahimullah Minhəc kitabında deyir ki, yəni fitnə qopduğu zaman artıq deyir, aqil insanlar səfehləri fitnədən dəf etməkdən aciz olarlar. Fitnə qopduğu zaman aqillər səfehləri dəf etməkdən aciz olarlar. Yəni, bu da ki, fitnənin işidir. Necə ki, Allah Subhanahu taala buyurur ki, وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنْكُمْ خَاصًّا. Sizdən yalnız zalimlərin, yəni, o fitnədən qorxun ki, yalnız zalimlərin başına gəlməyəcək o fitnə. Yalnız zalimlərin başına gəlməyəcək. O fitnədən qorxun. Ona görə də fitnə baş verəndə yalnız Allah Subhanahu taalanın qoruduğu insan o fitnədən çəkinir. Allah Subhanahu taalanın istəyir ki, bizi fitnələrdən qorusun. Və fitnənin aqibətlərindən də odur ki, yəni fitnəyə girən insan aqibəti çox pis olur. Çox pis sonluqdan qutarır. Aqibəti çox pis olur. Və heç bir xeyrə də nail olmur. Şeyxülislam İbn Teymiyyə özündən qabaq fitnələri araşdırıb bir-bir və bir-bir onları nəql edir və Minhəc-i Sünnə kitabında gözəl, faydalı bir xülasə gətirir. Bütün bu fitnələrin, yəni axırlarına, sonluqlarına aid gözəl bir xülasə gətirir Şeyxülislam və buyurur ki, hər kim deyir, qüdrəti olan sultana qarşı çıxıbsa deyir, onun deyir, gətirdiyi şərdir, xeyirdən daha çox olur. Şeyxülislam öz vaxtına qədər deyir, kim deyir, sultana qarşı çıxıbsa, həmişə gətirdiyi şərlər deyir, xeyirdən çox olur. Və sonra bu fitnələrə misallar çəkir və axırda da gözəl bir nəticə çıxardır. Şeyxülislam buyurur ki, فَلَا أَقَامُوا دِينًا وَلَا أَبْقَوْا دُنْيَا. Nə din gətirdilər, nə də dünya qoydular qalsın. Nə din gətirdilər, getdi. Nə də dünya qoydular qalsın. Çünki fitnə baş verəndə nə olur? Ölüm olur. İnsanlar bir-birinə girişir və axırda fitnəni törədən heç bir xeyrə nail olmur. Necə ki, öndə zikr etdiyi İmam Əhmədin nəsiyyəti, o şəxslər ki, gəlirlər, sultana qarşı çıxmaq istəyirlər, İmam Əhməd onları nəydən çəkindirir? Və eləcə də Həsən-ül Basri Rahiməullahın yanına gələnlər, alimlərin nəsiyyətinə qulaq asmırlar. Axırı, aqibətləri nətər olur? Ya öldürülür, ya həbs olunur. Yəni, heç bir xeyir gətirmirlər. Nə din gətirdilər, nə də ki, dünya qoydular. Bu da tarixdə təkrarlanan bir şeylərdir. Yəni, çox uzağa getmək. İndi özümüzün ətrafımızda baş verənlərə baxaq. Yəni, insan ağıllı olmalıdır. Başqasından ibrət götürməlidir. Misirdə neynədilər? Xeyir gətirdilər, yox. Suriyada neynədilər? Ondan da betər. Xeyir gətirdilər, yox. Bəs ağıl hardadır? Yəni, bu qədər də səfehlik olmaz dahi. Eləcə də İmam Zəhəbi Siyar Ələm Nübələn 8-ci cildində Həkəm bin Hişəm Dəxil Uməvi tərcümə halını zikr edir. Yəni, Həkəm bin Hişəm Əndəlusun İspaniyanın əmri olur. Və Zəhəbi Rahimullah uzun bir qissə zikr edir və həmin qissəni Zəhəbi Rahimullah bu sözü ilə başlayır ki, deyir,
Yəni, Həkəmin dövründə, Əndəlusda, onun dövlətində alimlər çoxalmışdı, deyir. Yəni, Həkəmin dövlətində. Hətta deyilirdi ki, Qurtuba şəhərində 4000 alimlərin bəzəyi ilə bəzənənlər var. Yəni, elm və elm əhli çoxalıb. Çoxdur. Onun vaxtında. Və sonra buyurur ki, nə vaxt ki, Allah Subhanahu taala onların getməyin istəyir, Həkəmin etdiyi haramları onların gözünün qabağında gözünə böyük görsədir. Və yığışırlar, ittifaq eləyirlər ki, ona taxtdan salsınlar. Və sonra onunla döyüşməkdən ötürü ordu hazırlayırlar. Və həmin vaxtda da Endalusda İslam və İslam əhli üçün çox böyük fitnələr baş verir. Sonra Rahimullah, yəni qissəni danışandan sonra qissənin axırında deyir ki, həmin fitnəyə girənlərdən çoxsu deyir, öldürüldü, qaçanlar qaçdı, həbs olunanlar həbs olundu və deyir, onlar heç bir din gətirmədilər. Heç bir din gətirmədilər. Həqiqətən, yəni, belə fitnələr, hansı ki, insanların içində baş verir, xoşbəxt insan odur ki, başqasından ibrət alsın. Və eləcə də bu fitnələrə daxil olanların çoxu, fitnədə iştirak eləyənlər sonları peşmançılıq çəkib. Yəni, eləsi olub öldürülüb, eləsi olub qaçıb, eləsi olub tutulub. Salamat qalanlar da peşmançılıq çəkiblər. Və Allah arzulayıblar ki, keşki həmin fitnələrə biz girməsəydik. Keşki girməyəydik. Və tarix kitablarında belə qissələr nə qədərdir? Hansı ki, o şəxslər ki, fitnələrə daxil olublar və sonunda da peşmançılıq çəkirlər. Necə ki, Şeyxülislam İbn Teymiyyə Rahimullah buyurur ki, və beləcə də deyir, yəni keçmişdəkilərin çoxunu döyüşə girdiklərinə görə deyir, peşmançılıq çəkiblər. Və də Eyyub Sıxtiyani Rahimullah İbn Aşasla birgə onunla birgə çıxan qariləri zikr eləyəndə deyir ki, onlardan deyir, heç birini də tanımıram ki, deyir, yəni hər hansı biri deyir, öldüyü zaman, artıq öldüyü vaxtdan deyir, istəyirdi ki, kaş ki, burada olmayardı. Və onlardan qurtulan da deyir, Allah Subhanahu taala həmd eləyir ki, Allah Subhanahu taala bunu eləyib, bunu salamat eləyib. Yəni, peşmançılıq çəkirdilər. Beləcə də bu xəbərlərdən birisi Zübeyd bin Həris Yəmin xəbəridir, qissəsidir. Kutub Sittdən ravilərindəndir. İslam alimlərindəndir. Və o da İbn Aşəsin fitnəsinə daxil olmuşdu. Lakin Allah Subhanahu taala onu salamat qoymuşdu qətildən, ölməkdən. Sağ qalmışdı. Muhammed bin Talha buyurur ki, Zübeyd deyir, məni deyir, Ələ bin Abdülkərimlə bir yerdə güldüyümü deyir, gördü. Və dedi ki, müsəlmanların kəlləsini görsəydiniz, gülməzdiniz. Yəni, müsəlmanların o fitnədə baş verən başları, hansı ki, döyüşdə baş verən fitnədə, hansı ki, bir-birlərini öz qınızları ilə başlarını kəsirdilər. Bir-birini öldürürdülər. Zübeyd, Rahimullah deyir ki, siz bunu görsəydiniz, deyir, belə gülməzdiniz. Və sonra deyir ki, mən deyir, istəyirəm ki, kaş ki, mənim əlim və yaxud mənim iki əlim dibindən kəsiləydi və mən onları görməyəydim, o fitnəyə girməyəydim. Mənim iki əlimdir, dibindən kəsilməsi, çiynimdən kəsilməsi mənə daha sevimlidir ki, mən bunu istəyərdim, amma istəməzdim ki, mən o fitnəyə girəydim.
Və sonra başqa bir fitnə gəlir. Onun zamanında yenə onu bu fitnəyə dəvət edirlər. Lakin, rahimullah, fitnənin əqibətlərini görür. O fitnəyə girməkdən çəkinir. Onun cavabına baxın. Görün, təcrübəli bir insanın cavabıdır. Necə cavab verir? Bəzi rəvayətlərdə var, olub ki, Mənsur bin Mu'təmir Zübeydin yanına gəlirdi və deyirdi ki, Əhl-i Beyt öldürülür və Zübeyddən istəyirdi ki, Zeyd bin Əli ilə başqa bir fitnədə çıxsın hakimə qarşı, xəlifəyə qarşı. Zübeyd də deyir ki, rahiməhullah, mə ənə bi xaricin illə mə'ən nəbi və mə ənə bi vacidir. Deyir, mən yalnız Peyğəmbərdən başqa heç kimdən çıxmayacam. Və mən də daha artıq Peyğəmbər tapan deyiləm. Peyğəmbər yoxdur ki, onunla birgə çıxım. Və bu da rahimullah öz təcrübəsindən demişdir. Necə ki, birinci fitnədə fitnənin aqibətini, fitnənin nəticəsini görmüşdür. Və fitnənin aqibətindən biri də odur ki, o fitnəyə daxil olan elm əhlinin qədir qiyməti düşür. Və fitnədən salamat qalanların isə qədir qiyməti artır. Və insanlar onun elmi ilə faydalanırlar. Ona görə də Abdullah bin Avv rahimullah buyurur ki, Müslim bin Yəsar insanların yanında Həsən el-Bəsridən daha yüksək idi. O vaxt ki, fitnə baş verdi, Müslim həmin fitnəyə girdi və Həsən fitnədən yayındı, girmədi, fitnədən çəkindi. Bu zaman deyir, Müslim deyir, insanların gözündən düşdü, Həsən Bəsri isə insanların gözündə qalxdı. Müslim bin Yəsar İbn Əşəsin fitnəsində daxil olanlardan idi. Lakin fitnə qutarandan sonra həmişə Allah subhanətə həmd edərdi. Və o həmdində də deyərdi ki, Yə Əbə Qiləbə, inni əhmədullaha iləykə ənni ləm ərmi fiyhə bisəhmin və ləm ət'ən fiyhə bi rumh və ləm ədrib fiyhə biseyf. Deyirdi ki, Yə Əbə Qiləbə, mən deyir, Allaha həmd edirəm ki, həmin fitnədə ox atmadım, nizə batırmadım və qılınc vurmadım. Yəni, demək istəyir ki, mən yalnız fitnədə çıxanlarla bir yerdə çıxdım, lakin döyüşmədim. Döyüşmədim. Heç bir müsəlmana əl qaldırmadım. Və bunu deyirdi, rahiməhullah, və Allah subhanətə alaya həmd edirdi. Və Əbu Qiləbə, rahiməhullah, onun yanındaydı. Əbu Qiləbə nə dedi? Dedi, Əbu Abdullah, səni səhvdə görən insanların halı necə olacaq? Sən tanınmış alimsən insanların arasında. Sən məkanın, mənzilin mərufdur. Səni o səhvlərin arasında görən insanların halı necə? Bəs insanlar sənə görüb demirlər ki, baxın, bu Müslim bin Yəsardır. Vallahi, əgər bu buradadırsa, deməli haqq üzərindədir ki, buradadır. Sənin onların səhvlərin arasında durmağın, özünün onlarla birgə gəlməyin fitnəni daha da artırır. Və deyir ki, Əbu Qiləbə, o şəxslər barəsində nə deyirsən ki, səni bu fitnədə görüblər, bu məqamda görüblər və deyirlər ki, Müslim bin Yəsar buradadırsa, deməli bu düz yoldur, haqdır. Və onlar da qoşurlar bu fitnəyə və döyüşürlər, hətta öldürülən öldürülür, ölən ölür. Sən bunlara neyniyəsən, deyir. Neyniyəsən bunlara? Və Müslim bin Yəsar ağlayır. Bu kəlama fikir verir, ağlayır. Və bu Qiləbə deyir ki, o qədər ağladı ki,
Dedim ki, kəş ki, mən buna heç nə deməyəydim. Yəni, təsirlənir həmin halına. Nə vaxt ki, ona Əbu Quləbə zikr eləyir, elm əhlinin fitnəyə girməsi daha təhlükəlidir. Elm əhlinin fitnəyə daxil olması daha şiddətlidir. Ona görə də əhl-i sünnə və cəmaatın mənhəcindəndir ki, bidət əhlini, fitnə əhlini tərk etsin. Nə üçün? Nə səbəbə? Hikmət nədir? Hikmətdən biri odur ki, həmin insanın özünə yazıq gəlir. Bidət əhlinin özünə yazığın gəlir. Çünki xəstəyə xəstə deməsə, o xəstə elə biləcək ki, sağlamdır. Və həmin xəstəlik onu neynəyəcək? Öldürəcək, məhv eləyəcək. Xəstəyə desən ki, qardaş, sən xəstəsən. Göz özün müalicə elə. Və eləcə də böğür başındakına yazığı gəlir. Cəmaat baxır ki, sən elm əhlisən. Sən elm tələbəsən. Sən oturub durursan təkfirçilərlə, xavariclərlə. Cəmaat nə deyir? Ha, bax, filan kəs onunla bir yerdədir. Deməli, problem yoxdur ki, o da 11 yerdə. Elm əhlindən sən çox bilərsən. Neçə insanlar düşür bu şübhədən? Nə qədər insan düşür bu şübhədən? Ərhamqın. Və eləcə də insan özünə yazığı gəlsin ki, həmin insanı fitnəyə salmasın. Həm həmin insana yazığın gəlir, həm özü qoruyursan, həm də cəmaata yazığın gəlsin. Və eləcə də fitnənin əsərlərindən, nəticələrindən biri odur ki, fitnədə işlər qarama-qarışıq olur. İnsanlardan çoxu haqla batili seçmir. İnsan kişiyi öldürürlər, bilmir ki, bu yazığı niyə öldürüblər. Öldürən də bilmir ki, niyə görə öldürüb. Lakin nədir, fitnədir, baş verir, insanların nəfsi dəyişir, təhlükələr çoxalır, şərlər artır və iş qarışır. Necə ki, Əbu Musa Əş'ari radiyallahu anh buyurur ki, İnnəl fitnətə izə əqbələt şəbbəhət. Yəni, fitnə gəldiyi zaman bilinmir. Bilinmir, haqq nədir, batil nədir, seçilmir. Və gedəndən sonra artıq bəyan olur. Gedəndən sonra bəyan olur. Mutarrif bin Abdullah Şəxir buyurur ki, fitnə gəldiyi zaman deyir, insanları hidayət etmək üçün gəlmir. Lakin fitnə deyir, müminin dinini onun əlindən almaqdan üçün gəlir. Fitnə gəlir ki, müminin dinini onun əlindən daçsın. Baxın, yəni Məsih-i Dəccəlin fitnəsi ən böyük fitnədir. Ən böyük fitnədir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz ümmətinə Məsih-i Dəccəl barəsində açıq, aydın həqiqətlər bəyan edib, xəbər verib. Açıq, aydın. Dəccəlin həqiqəti barəsində xəbər verib. Belə olacaq, elə olacaq, bir gözü silinmiş olacaq, alnında kafir yazılacaq. Bununla bərabər ona nə qədər insan tabi olacaq ki, saylarını Allah bilir. Peyğəmbər sallallahu aleyhi və səlləm ona görə buyurur ki, Mən səmi'ə bid-dəccəl fəlyə'nə anhu. Kim Dəccəl barədə eşitsə, ondan uzaqlaşsın. Ona yaxın gəlməsin. Fitnədir. Fitnədən eşitdin, fitnədən uzaq durmasın. Özü gedib at fitnənin içinə ki, gəl, apar mənə. Dinimi al əlimdən, canımı al, malımı al. Və buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdir, Allaha and olsun ki, onun yanına kişi gələcək və elə hesab eləyəcək ki, o mümindir. Və Dəccəlin atdığı şübhələrə görə deyir, Dəccala təbi olacaq. Dəccalın atdığı şübhələrə görə Dəccala təbi olacaq. Nə çoxdur indiki Dəccallar? Yalancılar.
şübhə ata-ata insanları özünə tabi eləyir. Səhih Müslimdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ki, kim deyir, yəni bilinməyən bir bayraq altında döyüşərsə, öz qohum-əqrəbəsi üçün qəzəblənərsə və yaxud öz əsəbəsinə, qohum-əqrəbəsinə, hansısa bir cəmaatına, hansısa bir hizbinə, hansısa bir partiyasına dəvət edərsə, onu qoruyarsa, ölərsə, o zaman deyir, onun meyti cahiliyyə meytidir. Yəni, əmmiyyə bilinməyən bir haqq, batıl olduğu bilinməyən bir şeydir. O bayraq altında döyüşərsə və ölərsə, bunun halı nədir? Cahiliyyə meyti kimidir. Bu da yəni fitnənin halıdır. Yəni, insanlar bilmir. Yazıq bilmir ki, haqq nədir, batil nədir. Bu vurur, o vurur. Bu deyir, o tağutdur, o deyir, bu tağutdur. Bu məqamda zikr olunan qissələrdən də biri, gözəl qissələrdən biri Səd bin Əbu Vakkas radiyallahu anhunun qissəsidir. İbn-i Sirin rahimullah buyurur ki, Səd bin Əbu Vakkasa deyildi ki, ələ tuqatil, döyüşmürsən. Yəni, o döyüşü deyir ki, hansı ki, Muaviyyə radiyallahu anhundan Əli radiyallahu anhunun arasında baş vermişdi. Və Səd radiyallahu anhu da bu döyüşdən çəkinənlərdən idi. Çəkinmişdi bu döyüşdən. Dedilər ki, döyüşmürsən, sən şura əhlindənsən. Sən bu işə daha haqlısan. Nə deyir? Səd bin Vakkas radiyallahu anh. Deyir ki, o vaxta qədər döyüşməyəcəm ki, deyir, hətta mənə bir qılınc gətirəsiniz. Həmin qılıncın 2 gözü, 1 dili və 2 dodağı olsun. Möminlə kafiri tanısın. Yəni, demək istəyir ki, mənə elə bir qılınc gətirin ki, möminlə kafiri tanısın və mən həmin o qılıncı vurduğum zaman mənə desin ki, bu müsəlmandır, bu vurub öldürmə. Kafiri vursam, kafiri öldürsəm. Və sonra deyir ki, mən deyək, cihad eləmişəm, bilirəm cihad nədir. Mən cihad eləmişəm, bilirəm cihad nədir. Amma bu döyüşdə, hansı ki bu döyüşdə müsəlmanların başları bir-birinin əli ilə düşür və bir-birini öldürürlər. Yəni, mən bu döyüşə girən deyiləm ki, mən həmin bu dediyim qılıncı gətirməsəz. Sonra çox gözəl bir misal çəkir. Buyurur ki, radiyallahu anhu, bizim misalımızla sizin misalınız bir qövmin misalına bənzəyir. Həmin qövm ağappaq bir yolda olurlar. Bir yolda olurlar, işıqlı, aydın bir yolda olurlar. Yəni, bu yolda getdikləri zaman külək qopur, toz torpaq qalxır və yolu itirirlər. Və bu toz torpağın, küləyin səbəbi ilə yol onlara aydın olmur. Aydın olmur. Bəzisi deyir ki, yol sağ tərəfdədir. Sola gedirlər, itirlər və azırlar. Yol sağ tərəfdədir, bəzisi deyir. Sağ tərəfə gedirlər, nə olur? İtir və azırlar. Və bir qövmdə deyir ki, yol sol tərəfdədir. Sola üst tuturlar, onlar da itirlər və azırlar. Və o birisilər də deyir ki, bu toz torpaq, bu fitnə, bu külək qopmamışdan qabaq, biz düz yoldaydıq. Düz yolun üstündəydik. Və otururlar həmin yolda, dayanırlar. Deyir, biz düz yoldaydıq bu külək qopmamışdan qabaq, gəlin oturaq, gözləyək. Və oturub gözləyirlər. Külək gedir, yol aydınlaşır. Və buyurur ki, bunlar deyir, cəmaatdır.
Bu cəmaatdır, deyir. Və biz də deyir ki, və biz də Peyğəmbər sallallahu aleyhi və səlləmi nə ilə ayırmışıqsa, nə ilə aralanmışıq da Peyğəmbər sallallahu aleyhi və səlləmlə onunla görüşənə qədər bunun üzərində qalacaq. Və bu fitnələrdən heç birinə girməyəcək. Və Səd bin Əbu Vaqqas radiyallahu anh minhəcə o idi ki, və eləcə də İbn Ömər radiyallahu anhum, yəni Əli radiyallahu anhdan Muaviyyə radiyallahu anhun arasında baş verəni həll etməkdir, nəsiyyətlə, qılıncla yox, yəni sülh etməklə, təmkinliklə. Və Əli radiyallahu anhun iştihadı var idi, iştihad etmişdi, Muaviyyə radiyallahu anh da iştihad etmişdi. Yəni biz bildiyimiz kimi müştəhid ancaq savab qazanır. Əgər düz hökm veribsə 2 savabı var, xata hökm veribsə bir savabı var. Allah subhanahu ta'ala da onun xatasını bağışlayır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İzə həkəməl həkim fəştəhədə fəəsab fələhu əcran və zəştəhədə fəəxta fələhu əcr. Əgər hakim iştihad edib hökm verərsə və düz hökm verərsə ona 2 əcr var, iştihad edib xata eləyərsə ona 1 əcr var. Lakin sahabələrdən bir qismi də, yəni, məsələ həll etməyin qılıncda deyil, döyüşdə deyil, yalnız sülhdə və fitnələrdən, döyüşdən uzaq olmaqda görürdülər. Fitnənin pis əsərlərindən və nəticələrindən biri də odur ki, ictimaiyyəti dağıdır. Qardaşlığı, dini rabitəni, iman qardaşlığını, dini rabitəni zəiflədir. İnsanların arasında kin-küdurət, düşmənçilik yaradır. Ona görə də Hüzeyfə radiyallahu anhudan varid olub ki, buyurur ki, insanlar Peyğəmbər sallallahu aleyhi və səlləm xeyir barədə soruşurdular. Mən də şərə düşməyim deyə, şər mənə çatmasın deyə, ondan qorxaraq deyə şər barədə soruşurdum. Və deyir, dedim ki, ey Allahın elçisi, biz cahiliyyə və şər içində idik. Allah subhanahu ta'ala bizə bu xeyri gətirdi. Və bu xeyirdən sonra bir şər varmı? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, bəli. Dedim ki, ey Allahın elçisi, bu şərdən sonra xeyir varmı? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, bəli. Və dəxən var. Yəni, insanların əxlaqının pozulması. Və necə ki, başqa rəvayətdə gəlib ki, qövmün qəlbləri əvvəlki halına dönməyəcək. Yəni, fitnələr baş verəndə, şər baş verəndə insanların qəlbləri artıq dəyişir. Yəni, fitnə qopduğu zaman artıq qardaşlıq, iman rabidəsi zəifləyir. Ola bilsin, qopur, parçalanır. Allah subhanahu ta'ala bizə buyurur ki, İnnəməl mu'mininə ixvətun fə aslihu beynə əxəvaykum vəttəqullah ləalləkum turhamun. Həqiqətən, möminlər yalnız qardaşdır və siz qardaşlarının arasını islah edin. Allahdan qorxun ki, bəlkə sizə rəhm olunlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kunu ibadallahi ixvanə. Ey Allahın qulları, qardaş olun. Əl-muslim əxul muslim. Müsəlman, müsəlmanın qardaşıdır. Müsəlman, müsəlmanı köməksiz buraxmaz, ona zülm etməz, onu təhqir etməz, kiçik görməz. Və buyurur ki, ət-təqva həhunə, təqva deyir, buradadır. Bir insanın öz qardaşı müsəlmanı təhqir etməsi ona şər olaraq kifayətdir. Və bu barədə bu mənada olan hədislər saysız hesabsızdır. Yəni, fitnənin ən böyük əsərlərindən də nədir? Qardaşlığı zəiflədir. Beləcə də fitnənin əsərlərindən də biri odur ki, aqibətindən müsəlmanların qanını ucuzlaşdırır. Və müsəlmanlar bir-birinin qanlarını tökməyə cürət edirlər. İnsanlar bir-birinin qanını halal görür. Necə ki, sizə gizli deyil. Abdullah bin Ömər radiyallahu anhdan varid olub ki, buyurur ki, fil fitnətə lə təravnəl qatlə şeyən. Fitnə zamanı deyir, öldürməyi heç nə görərsiniz. Nədir ki, öldürmək fitnə vaxtı?
Və radiyallahu anhu da həmişə qadağan edirdi, çəkindirirdi qan tökməyə girməkdən, malları almaqdan, insanların şəxsiyyətlərinə toxunmaqdan, izinə, namusuna toxunmaqdan. Və bu barədə radiyallahu anhın gözəl bir kəlməsi var. Yəni, müsəlman gərək bunu yadında saxlaya. Bir insan Abdullah bin Ömərə radiyallahu anhümə bir məktub yazır. Deyir ki, mənə elm yaz. Mənə elm yaz, elmlə yaz. Və Abdullah bin Ömər radiyallahu anhümə ona yazır ki, elm deyir, çoxdur. Ey qardaş oğlu, elm çoxdur. Lakin, əgər Allahı külək, belin yüngül, əgər Allahı müsəlmanların qanından belin yüngül, mallarından qarnın boş və onların namuslarından dilini tuttuğun halda görüşəcəksənsə və eləcə də müsəlmanların cəmaatına qoşulduğun halda görüşəcəksənsə, bunu et. Bunu et. Görün, radiyallahu anhu necə nəsiyyət eləyir. Yəni, elmin hamısını toplayır. Bütün xeyri toplayır. Deyir, Allaha necə görür? Müsəlmanların qanından. Kürəyin yüngül olsun, o qanı kürəyində daşıma onun günahını, onun ağırlığını, qarnında müsəlmanların malını batilcəsinə yemə və onların namuslarından, şərəflərindən də dilini saxla və cəmaatla ol. Və bunu et. Və fitnənin səbəblərindən, nəticələrindən biri də odur ki, əmin-amanlığın pozulmasıdır. Əmin-amanlıq pozulur. Və əmin-amanlıq da Allah Subhanahu taalanın verdiyi ən böyük nemətlərdəndir. İman əhlinə verdiyi ən böyük nemətlərdən əmin-amanlıqdır. Ona görə də Peyğəmbər s.ə.v təzə ay doğanda dua edirdi ki, Allahım həmin ay bizə imanla və əmin-amanlıqla gətir. Nedir ki, Allah Subhanahu taala buyurur: "Əlləzi yət'aməhum min cu'in və əmənəhum min xavf." O Allah ki, onları azlıqdan doyuzdurdu və qorxudan əmin-aman etdi. İnsan əmin-aman olması nemətdir. Öz qanında, canında əmin-aman olması, malında əmin-aman olması, öz namusunda, qeyrətinə əmin-aman olması böyük nemətdəndir. Lakin gördüyümüz kimi fitnələr baş verərsə, qanlar tökülür, mallar gedir, ruhlar çıxır, uşaqlar yetim qalır, qadınlar dul qalır və saymaqla qutarmaq deyil. Necə ki, gözümüzün qabağındadır, qardaşlar. Yəni, ibrət almaq lazımdır. İbrət almaqdır. Və eləcə də fitnənin aqibətindən biri odur ki, və ən pis nəticələrindəndir. Həqiqətən, fitnə azğınlıq qapıları açır. Fitnə azğınlıq qapıları açır. İstəyir əqidə tərəfindən olsun, istəyir əxlaq tərəfindən olsun. Fəsad və azğınlıq əhli öz batillərini, fəsadlarını yaymağa cürət edirlər. Niyə? Çünki haqq əhlini fitnə məşğul edib. Haqq əhli fitnə ilə məşğuldur. Vaxtların fitnə ilə çıxarırlar. Faydalanmaqdan, elm almaqdan, dəvətlə yayınıblar. Və fəsad əhli də, şər əhli də bundan istifadə edir. Və öz batillərini yaymağa, öz dəvətlərini etməyə, öz fəsadlarını yaymağa çalışırlar.
Necə azğınlar var, əyri yollar var. İstir əqidələr olsun, istir məzhəblər olsun, istir əxlaqlar olsun. Fürsət tapırlar. Çünki xeyr əhli fitnə ilə məşğuldur. Bu da yəni müsəlman, yəni bunu görəndə daha da fitnədən həzər etməlidir. Baxın, necə ki, sələflərin vaxtında İbn-i Qutaybə rahimullah İxtilaf-ı Lafz kitabını yazanda o vaxt ki, sələflər ixtilaf eləmişdilər. Qavlu bil Qur'an məxluq yoxsa məxluq deyildir. Mən dediyim məxluqdur yoxsa məxluq deyil. İxtilaf sadəcə məna ixtilafı idi. Amma hər biri bir söz deyəndə bir mənanı, haqq mənanı nəzərdə tuturlar. Rahimullah buyurur ki, o vaxt ki, deyir, yəni, haqq əhli biri idilər. O vaxtda deyir, düşmənləri onlardan qorxurdu. Bidət əhli çəkinirdi. O vaxt ki, başladılar bir-biri ilə didişməyə, bir-birinə rəddiyə verməyə, başladı, deyir, batil əhli, deyir, baş qaldırdı. Başladı öz dəvətini, öz batilini yaymağa. Gözümüzün qabağındadır. İndiki bizim halımız gözümüzün qabağındadır. Hamı tökülüb. Hamı tökülüb. Biri oradan dəvət eləyir, biri buradan dəvət eləyir. Eləcə də fitnənin aqibətlərindən biri odur ki, düşmənlərin insanın üzərinə gəlməsinə səbəbdir. Haqq əhli bir-biri ilə boğuşur, bir-biri ilə didişir. Onların arasında fitnə, döyüş baş verir və düşmənlər bundan istifadə edirlər. Bu fürsətdən istifadə edib iman əhlinə sıxırlar. İman əhlinin üstünə gəlirlər. Çünki artıq haqq parçalandı, haqq əhli parçalanır, rabitə zəifliyir, kəlmə zəifliyir, kəlmə parçalandı, istədiyi elə. İstədiyi elə. Necə ki, Allah Subhanahu taala buyurur ki, ixtilaf etməyin, yoxsa zəifləyərsiniz. Zəifləyərsiniz. Yəni, ona görə də iman əhlinə vacibdir ki, bu fitnələrdən və fitnənin təhlükəsindən həzər eləsin. Ehtiyat etsin. Və Allah Subhanahu taalaya yönəlsin. Yəni, ən başlıca da fitnədən qorunmağın ən başlıca səbəblərindən də biri odur ki, Allah Subhanahu taaladan istəsin ki, Allah Subhanahu taala onu bu fitnədən qorusun. Dedi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu ki, "Əs-səidu ləmən cunnibəl fitən." Xoşbəxt o şəxsdir ki, fitnələrdən çəkindirilib. Demədi ki, çəkinib. Yəni, çəkindirilib. Kim çəkindirən kimdir? Allah Subhanahu taala. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edir ki, Allaha sığının bu fitnələrdən. Və eləcə də fitnənin səbəblərindən uzaqlaşmaq lazımdır, qardaşlar. Allah Subhanahu taaladan istəyirsən ki, Allah Subhanahu taala səni otdan çəkindirsin, fitnədən çəkindirsin, amma gedib fitnənin səbəblərindən yapışırsan. Allahın hikmətinə yaraşarmı? Yəni, sən fitnənin səbəblərindən yapışırsan, Allah Teala səni fitnədən çəkindirir. Allah Teala hikmətlidir. Allah Subhanahu taaladan istəyirəm ki, bizim günahlarımızı bağışlasın. Allah Subhanahu taala bizi dünya və axirətimizi gözəlləşdirsin. Allah Subhanahu taala bizi cəhənnəm alovundan qorusun. Allah Subhanahu taala bizi fitnədən, qardaşları, cəmaatı, ölkəmizi fitnədən və fitnə əhlindən qorusun. Aqulu həzəl qul və estəğfirullah li və ləkum və lisəl muslimin tüzəm fəstəğfiruhu innehu vel gafurur rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.